Və ilk dəfə onda mən artıq başa düşdüm ki, mənim atam sıradan biri deyilmiş. Artıq o dönəmlərdə tez-tez evdə getməmişdən qabaqda Heydər Əliyev adını eşitməyə başlamışdım. Yəni ki, mənim o zaman 12 yaşım var idi. Hətta partiya biletlərində də 001 nömrəli partiya bileti Heydər Əliyev də idi, rəhmətli. 002 mərhum mənim atamdaydı. Yəni bir nazir qızı olmaq hansı məsuliyyətləri var idi və ya hansı benefitləri də var idi bunun eyni anda? Nazir təyin olunanda ilk axşam evə gələndə otuzdurdu məni, Arzunu. Təbii ki, anamla öz aralarında indi daha onlar dərin söhbətlər edirdilər. Dedi, baxın, nazir məni təyin ediblər, sizi yox. Biz işə o qədər aludə oluruq ki, biz həyatın nə olduğunu unuduruq, həyatın getdiyini unuduruq. Hər gün onun o sayğacı yazır, o dayanmır. Azərbaycanca danışan hər kəsə salamlar. Podcast növbəti 11-ci epizodu ilə yayımdadır. Bugün isə biz Azərbaycana qoşuluruq. Bilirsiniz ki, podcast zamanı müxtəlif ölkələrdən, müxtəlif şəhərlərdən Azərbaycanlılarla, tanınmış insanlarla, bizim yolumuzun kəsişdiyi insanlarla zaman-zaman körpü yaradırıq. Riverside.fm vasitəsilə və söhbət edirik. Bu dəfə isə qoşuluruq Azərbaycana, Bakıya və mənim bugünkü söhbətim həkim, cərrah Sevinç Təbrizlidir. Salam Sevinç xanım, hər vaxtınız xeyir olsun. Salam Səxavət bəy. Bizdə səhər yeni başlayır. Mənim üzümdən demək olar bu artıq axşamdır. Bizim aramızda 9 saat fərq var. 9 saat bizdən irəlidəsiz və necədir Bakıda? Hava necədir Bakıda? Mən həmişə kiminləsə danışanda birinci havanı soruşuram. Mahnı var idi. Yəqin ki, siz də onu eşitmisiniz. Larisa Dolina, o da Bakılıdır, həm yerlimizdir, amma Rus estradasının həmişə onun bir mahnısı var idi. İndi də var, amma biz o vaxt onu çox qulaq asırıq, uşaq vaxtı deyir ki, Pagoda в доме. Yəni, domi pagoda отличная. Doğrudan da əsas evdəki abu-havadır. Bakıda da hava çox gözəldir. Maşallah, maşallah. Sevinç xanım, biz eyni dövrün uşaqlarıyıq da. Bilirəm ki, biz eyni dövrün uşaqlarıyıq. 90-cı illəri xatırlayırıq, 2000-lərin əvvəlləri zaten gənclik illərimiz idi. Ona görə düşünürəm ki, çox maraqlı bir söhbət olacaq. Mən sizi illər öncə tanımışam yaxından, yəni şəxsən tanımışam. 2018-ci ildə xatırlayıram və o vaxt həmişə deyirdim ki, kaş ki mənim bir televiziya və radio verilişim olardı, biz Sevinç xanımla söhbət edərdik. Nə yaxşı ki, bugün artıq mənim podkastim var və burada sizinlə söhbət edə bilirik. Öncə təşəkkür edirəm ki, qəbul etdiniz təklifimi və vaxt ayırdınız. Bu mənim üçün çox önəmli və çox dəyərlidir. Və söhbətimizə başlayacaq. Bugün çox məqamlarda söhbət eləyəcəyik və öncə təbii ki, istərdim söhbətə biz mərhum atanız Sirruz Təbrizi ilə bağlı danışaq. Çünki düşünürəm ki, bütün həyatınız boyu hər yerdə sizi öncə və çox zaman elə Sirruz Təbrizlinin adıyla tanıyırlar. Yəni sanki onun ismi sizi hər yerdə izləyir və həmişə sizinlədir və əminəm bu həm də böyük bir məsuliyyət verən bir hissdir, çox məsuliyyətli bir hissdir. 90-cı illərin əvvəllərində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü idi. Yəni Sirruz Təbrizli Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı çox yaxşı tanır, yaxşı xatırlayır. Və mən öncə istərdim elə biz bu Azərbaycan Milli Azadlıq Hərəkatı dövrünü xatırlayaq, 90-cı illər idi. Və əslən çox xoşbəxt bir nəsil nümayəndələri ki, biz o 90-cı illəri yaxşı xatırlayırıq. Yəni çox kiçik uşaqlar belə olsa, hər şey xatırı bizdədir. Xüsusilə də Azərbaycanın, müasir Azərbaycanın müstəqilliyə doğru irəlilədiyi o illər.
hamımızın xatirindədir. Siz isə bilavasitə sanki bunun içində olmusunuz. Çünki atanız çox fəal üzvü idi bu hərəkatın və bunun içində olmusunuz 90-cı illərdə. Necə xatırlayırsınız o illəri? Xatirinizdə nələr var həmin illərlə bağlı? Səxavət bəy, ilk öncə mən də sizə təşəkkür eləyirəm ki, siz belə bir təşəbbüs göstərdiniz ki, biz sizlə bu podkast eləyək. İlk öncə demək istəyirəm, xeyirli uğurlu olsun. Allahın nəzəri üzərinizdə olsun. Qoy necə deyərlər, hər şey könlünüzcə olsun, necə istəyirsiniz elə olsun, rahat olsun. O ki qaldı mərhum atamla bağlı biraz düzəliş eləyim. Bu 88-ci ildən başlayır. Yəni ki, hətta 80-ci ilin sonlarından niyə xatırlayıram? Çünki mən və bacım bilirsiniz, mənim Arzu adında bir bacım da var. Sevinç Arzu, biz belə deyim də, elə bizi hər dəfə çağıranda da Sevinç Arzu, elə bir ikizlər kimi, yəni uşaqlıqdan hər zaman belə xatirimdə qalıbdı. Mən sırf o milli azadlıq hərəkatını Azadlıq meydanında, o vaxtı ora Lenin meydanı idi, orada başlayan mitinqlardan xatırlayıram. Və necə xatırlayıram, inanmazsınız. Deməli, mən uşaq idim, bacım da uşaq idi, məktəbdə oxuyurduq. 8 yaş mənim var idi, 6 yaş Arzunun. Bir gün anam dedi ki, bəs götürdü, yay ayları idi ki, bəs gedirik. Hara gedirik? Mitinqa. Təbii ki, o yaşda uşaq üçün miting sözü özü bir yeni məfhumdur. Ümumiyyətlə o anlayış. Təsəvvür eləyin ki, biz gəldik uzaqdan, mən artıq o meydana yaxınlaşdıqca, o izdihamı gördükcə uşağam da, içimdə suallar doğurur ki, bura nədir, biz bura niyə gəlmişik, nə baş verir? Və biz gəldik, artıq insanlar da toplaşır. Sözün açığı, ilk öncə məndə qəribə belə bir, necə sizə deyim, bir balaca hardasa təşvişə düşmüşdüm də. Uşaq, yəni 8 yaşlı uşaq üçün o görüntü, o birdən-bir o izdiham əlbəttə ki, öz əksini tapırdı. Və birdən Səxavət bəy, o toplumun, o kütlənin içində mən doğma olan səsi eşidirəm. Mən atamın səsini eşidirəm. Və siz inanmazsınız, mənim içimdə çox qəribə bir sükut və sakitlik çökür. Belə bir güvən gəlir. Və sonradan mən anlayıram ki, deməli ki, bu kütlə mənim atamı dinləməyə gəlibdi. Təbii ki, o zaman tək mənim atam deyil idi, orada başqa insanlar da var idi, amma indi mən o cür onu qavrayırdım. Və ilk dəfə onda mən artıq başa düşdüm ki, mənim atam sıradan biri deyilmiş. Əgər bu qədər insan onu dinləməyə gəlib və bura yığılıbsa və onun nitqlərindən sonra ona o boyda alqış səsləri gəlirsə, demək ki, bu adam sıradan biri deyil. Bunu mən ilk dəfə, bax, 8 yaşım olanda o meydanda və bir dənə də şeyi sizə boynuma alım, milli təəssübkeşlik və vətənpərvərlik toxumu o gün mənim qəlbimdə, çünki mən hiss elədim ki, ora gələndə, belə deyim də, mən başqa bir haldaydım. Orada hətta 8 yaşıma baxmayaraq ki, 8 yaşlı qız uşağı idim. Mənim ürəyimdə qəribə bir döyüntü başladı. Bax, o izdiham, o ya Qarabağ, ya ölüm, Qarabağsız, Şuşasız, biz Qarabağa, biz Şuşi, Azərbaycan, biz duşi. Bu şeylər, bunlar bilirsiniz, mənə elə qəribə bir, mən sanki bir adrenalin axını gəldi mənə. Yəni, baxmayaraq ki, uşaq idim. Təbii ki, sonralar artıq evə gələndə mən atama biraz fərqli baxırdım ki, mənim atam sıradan biri deyil, və doğrudan da həm də qürur hissi keçirirdim içimdə. Zaman keçdi, bilirsiniz, bu bəlli hadisələr Azərbaycanda çox sürətlə bir neçə hakimiyyət bir-birini əvəzlədi, Sovet quruluşu dağıldı, yenidən qurma dövrü, Azərbaycanın müstəqilliyə atdığı yeni addımlar, artıq onların uğurlu və uğursuz olmaqları, bunlar o qədər danışılıb ki, mən bunlara qayıtmaq istəmirəm və mən istəyirəm rakus eləyim. Artıq 92-ci il və mənim rəhmətli atam Naxçıvana gedir. Naxçıvana gedir və iyul ayıdır. İyul ayının ortaları idi, səhv eləmirəmsə, 18-i bax bu radələri və bəlkə də 20-si də ola bilər ki, biraz tarixlərdə, yəni tam dəqiq olmayım və mən artıq o dönəmlərdə tez-tez evdə
Heydər Əliyev adını eşitməyə başlamışdım. Yəni ki, mənim o zaman 12 yaşım var idi. Təbii ki, mən Heydər Əliyevin şəxsiyyətini o qədər dərindən bilə bilməzdim. Və daim eşidirdim telefon danışıqlarında, hətta yazı yazmışdı o vaxt mənim rəhmətli atam Səs qəzetində. O belə bir manifest oldu da, bir çağırış oldu. Heydər bəyə biz çağırmalıyıq. Və mənim üçün Heydər Əliyevin şəxsiyyəti o qədər maraqlı idi ki, təsəvvürün 12 yaşda uşaq, evdə sən daim eşidirsən ki, Heydər Əliyev, Heydər Əliyev, Heydər Əliyev gəlməlidir, Azərbaycanı bu xaosdan xilas eləməlidir. Və bütün bu fikirlərlə gedir Naxçıvana, bir müddət orada qalandan sonra biz təbii ki, onda bilmirdik ki, bunu sonradan gələndən sonra o bizə danışır ki, o sən demə, onlar o vaxtı bir qrup insan Naxçıvana indiki iqtidarda olan partiya, Yeni Azərbaycan partiyasını yaratmaq təklifi ilə uçublar. Və sonradan qayıtdı və bir də uçdu. Oktyabr ayında bir də getdi və 40 günə yaxın Azərbaycana qayıda bilmədi. Çünki o vaxtki iqtidar hədəliyirdi, hətta ölüm qorxusu var idi. Ona görə qayıda bilmirdi və 40 günə yaxın mənim atam Naxçıvanda yaşadı və Səxavət bəy o 40 gün o 92-ci ilin oktyabr ayından noyabrın axırına qədər, yaxud sentyabrın axırından noyabrın, ola bilər tarixlərdə biraz tam dəqiq ola bilmərəm. Axır bax bu dönəm o 92-nin payızı mənim həyatımda əvəzsiz bir iz qoyubdu. Çox əvəzsiz. Çünki mən belə deyim də, birincisi atama çox bağlı qız olmuşam. Yəni bütün qızlar atalarına bağlıdır. Bizim də onunla çox möhkəm və qəribə bir bağımız var idi. Və inanın ki, mən o dövrdə bilirdim ki, yəni çox təhlükəli bir hadisələrin içindədir və nəticəsi nə olacaq mücərrəddir, heç kim bilmir. Və 12 yaşda bir qız uşağı üçün atasının taleyinin necə olub olmamağını düşünmək və hər gün o fikirlə yuxudan durmaq ki, görəsən mən atamı nə zaman görəcəm, siz bunu təsəvvür eləyə bilirsiniz. Və inanın ki, o dövrdə deməli, məktəb həyatımda belə, yəni mən 12 yaşımdan artıq bəzi repressiyalarla üzləşməyə başlamışdım, mən də bacım da. Məktəbdə belə, indi mən başa düşürəm, orada müxtəlif ailələrdən uşaqlar olur, hərənin siyasi fikri, dəstəyi müxtəlifdir. Mən hətta sinifdə yəni, eşidirdim də o söhbətləri ki, atası vətən xainidir və yaxud da atasını deyiblər ki, öldürəcəklər, hədəliyirlər falan, o, bu. Çünki açıq şəkildə o vaxt onu televizordan səsləndirirdi, o vaxt iqtidar. Ona görə və mənim üçün o çox ağır idi. Düzdür, mən onu görsətmirdim, biruzə vermirdim. Və mənim heç vaxt yadımdan çıxmır, deməli, yenə adi dərs günlərinin biri idi, mən gəldim, o vaxt lineyka deyirdilər də, o sıra. Və eşidirəm ki, yenə orada da yəni sinif uşaqları danışırlar. Təbii ki, o zaman ailəm, söhbətləri, hər şey gündəmdə idi və yenə xoş gəlməyən bəzi orada söhbətlər eşidirdim öz sinif uşaqlarımın arasında. Təbiidir, mən onları qınamıram. O vaxt da qınamırdım, indi də qınamıram. İndi ümumiyyətcə qınamıram. Çünki bu hamısı o zamanın tələbinə uyğun olan bir hadisələr idi. Və inanırsınız ki, həmən gün mənim içimdə o qədər bir belə necəsə deyim, bir çöküntü var idi. Necə, səhər yuxudan durmuşdum, atam üçün çox darıxırdım, onu görmək istəyirdim. Bilmirəm nə vaxt gələcək. Bu tərəfdən gəlmişəm, bu uşaqlar burada belə xoşa gəlməz sözlər eşidirəm. Yəni hamısı, yenə də deyirəm, söhbət 12 yaşında uşaqdan gedir də. Və birinci dərsimiz Azərbaycan dili ədəbiyyat dərsi idi. Müəlliməmiz də Aybəniz xanım. Onun bizim şəxsiyyət kimi formalaşmamızda çox böyük rolu olubdu. O yəqin ki, eşitsə bunu, müsahibəni təsdiqləyəcək. Dərs vaxtı mənə dedi ki, Təbrizli, dərsdən sonra gələrsən yanıma. O da o vaxtı Sovet dönəmi bilirsiniz, pioner dəstə rəhbərləri var idi. Onun otağının üstündə elə o köhnə adı qalmışdı, pioner otağı. Amma özü artıq məktəbdə zavuç idi. Və mən öz-özümə deyirəm ki, yəni o məni çağıranda fikirləşdim ki, evdə yəni abu-hava belə, sinifdə belə, indi bu da mənə çağırıb nəsə bir xoşa gəlməz bir söz desə, yəni ki, mən bilmirəm də, yəqin ki, mən
ağlayacağam və yaxud depressiyaya düşəcəyəm. Öz-özümə danışa-danışa gedirəm. Nəsə gəldim onun otağına, mənə sual verdi. Dedi ki, sən bilirsən sənin atan niyə Naxçıvandadır? Mən dedim ki, bəli bilirəm. Və o qadın mənə qayıtdı ki, sən fəxr eləməlisən. Bugün Azərbaycanın müqəddəratı həll olunur və sənin atan və sənin atan kimi kişilər bugün Azərbaycanın yeni tarixini yazırlar. Ona görə də sən başını dik tut, mən sənə kənardan belə də müşahidə eləyirəm, görürəm sən necə güclü, yəni özünü saxlayırsan. İnanırsınız, o bunu deyəndə ilk dəfə idi ki, bütün bu həftələr ərzində kimsə məndən səmimi söhbət elədi. Kimsə mənim nə o atamın siyasi mənsubiyyətini, nə heç nə üzümə vurmadan, situasiyanı doğru düzgün analiz eləyərək, sənə bir öz yaşına uyğun yanaşaraq və mən istər-istəməz onun sözləri məni çox kövrəltdi. Mən onun otağında kövrəldim. O mənə dedi ki, sənin göz yaşını görən birinci və axırıncı adam mən olum, göz yaşlarını sil, bu otaqdan çıx və necə bax bu cür indiyənə qədər baxıram, o qürurla gəlirsən, məğrur gedirsən, o cürdə davam elə, hər şey yaxşı olacaq. Hətta bura qədər dedi ki, sənin kiçik bacın var, o da sənə baxır, sən ona da örnək olmalısan. Və Səxavət bəy, mən o otaqdan çıxdım və elə bil ki, bilirsiniz, hamımız biz, yəni yaradanla bir bağımız hər zaman olub və hərənin həyatında bu bağ hansısa bir dönəmində lap möhkəmlənib. Bax, mənim o bağım həmən o 92-ci ilin oktyabrından, belə deyim, öz təməlini qoymağa başladı. Var idi, yəni artıq bəlli bəriltiləri. Amma mən o yaradanla, yəni sonradan yadıma salanda bütün o olan, keçənləri başa düşürəm ki, doğrudan da o elə bir böyük bir qüvvədir, elə bir ali bir qüvvədir ki, yəni hər şey onun qarşısında bir heçdir. Bəlli bir müddətdən sonra mənim atam qayıtdı. O da çox maraqlı bir epizod idi. Təsəvvür eləyin ki, yəni mən ümidimi üzmüşdüm. Bilmirdim artıq biz onu nə vaxt görəcəyik, o Naxçıvandan nə vaxt gələcək. Qonşuda oynayırdıq bacımla. Bir də baxdım ki, qapı döyülür. Mən açdım qapını, gördüm anam dayanıbdı. Belə bir biz 8-ci mərtəbədə olurduq, qonşu 9-da. Mən o anamın üz ifadəsindən anladım ki, mənim atam qayıdıb Naxçıvandan. Siz inanmazsınız, mən o pilləkənləri necə düşdüm. O qədər arıqlamışdı ki, mən onu tanımadım. Mən arxadan tullandım, onu qucaqladım və əynində də bir maviyə çalan bir kostyum var idi. Arıqlamışdı. Mənə dedi ki, bu kostyumu mənə Heydər Əliyev hədiyyə eləyibdi Naxçıvanda. Elə hadisələr, elə anlar var ki, onlar insan həyatından heç vaxtı keçmir. Elə bir danışıram, indi yenə gözümün qabağına gəlir. Və ondan sonraki hadisələr artıq hamımıza bəllidir. 93-cü il, 93-cü ildə o Qurtuluş günü, vətəndaş müharibəsinə olunan cəhdlər, Heydər Əliyevin Azərbaycana qayıdışı və Heydər Əliyevin Azərbaycana qayıdışı mənim həm də necə yadımda qalıb. Hamı deməli o vaxt onun tərəfdarları aeroporta gedirdilər onu qarşılamağa. İyunun 13-ü idi, 14-ü idi, səhv eləmirəmsə. Mən də uşağam. Siz o qədər bu aylar ərzində artıq 1 ildən çox mən evdə daim eşidirəm ki, nələrsə baş verir və bu insanın adının ətrafında. Mən oturmuşam televizorun qarşısında və bilirəm ki, gediblər, yəni Heydər Əliyevin təyyarəsi Naxçıvandan enəcək. O nağıllarda olur ki, insanlar bir öz xilaskar gəlir. Bax, həmən anda o 93-cü ildə o anı mən elə xatırlayıram ki, mən gözləyirdim ki, bu dəqiqə o trapdan o nağıllar aləmində olan bir xilaskar enəcək. Çünki həm yaşadıqlarım, həm evdə eşitdiklərim, yəni o insan haqqında ümumiyyətcə mənim belə deyim də, o insana çox böyük məhəbbətim var içimdə. Həqiqətən. Onun şəxsiyyət kimi, onun bir, nə bilim, istər rəhbər kimi, istər
ata kimi, yəni sırf bir şəxsiyyət kimi həmişə mənim ona böyük bir məhəbbətim olubdu və inanırsınız, o enməyə başlayanda məndə çox qəribə hisslər yaranırdı ki, demək ki, bütün bu aylar ərzində, bu illər ərzində bax bu işlər buna görə imiş. Bax və mən o uşaqlıq dönəmimdə mən sırf yəni ki, bunları nəyəsə görə danışmıram. Yəni olmuş, keçmiş soruşdunuz, yəni həqiqətən də o Təbii ki. hadisələrin içində olmuş bir insan kimi, yəni uşaqlıq dönəmimdə bax bu 90-lar, bu 92, 93 mənim həyatımda bax belə bir iz buraxıbdı və sonrakı gedişatı da Allah'a şükür hamınız bilirsiniz. Bəli. O 92-ci ildə nə vaxt ki ailəmiz repressiyaya uğramışdı, siz inanmazsınız, dostlar belə bizə zəng eləmirdi, nə də gəlmirdi. O 38 gün 40 günə yaxın. Deməli, demək olar ki, yəni sayılı ailə üzvləri və heç kim. Və inanırsınız artıq maddi resurslar da qutarır. Başa düşürsünüz, indi mən o illərdən danışıram. Yəni mənim anam və 2 qız uşağı. Çox çətin bir dönəm idi və bunu niyə danışıram? 93-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra, deməli, iyun ayının 13-ü idi, ya 14-ü, yenə deyirəm, tarixlərdə 93-cü ildə Heydər Əliyev Azərbaycana gəldi. İyun ayının 16-sından bizim qapımızın ağzındakı insanların sayını, hesabını mən sizə deyə bilmirəm. Siz başa düşürsünüz və mən həmən ildə, yəni 13 yaşım olacaq idi. Mən bir şeyi başa düşdüm ki, yəni bu insan xisləti çox belə, yəni belə deyim də, hər şeydə hansısa öz şəxsi maraqlarını önə qoyan bir varlıqdır. Və o gündən, inanın tam səmimiyyətimə, mənim üçün daim həyatda bilirsiniz hansı insanlar hörmətə layiq və önəmli oldular. Kimlərin ki situasiyadan və düşəcəyi situasiyadan asılı olmayaraq ortaya qoyduqları mövqe həmişə tutarlı olsun. Söhbət ondan getmir, sənin mövqeyin yanlış və ya doğru ola bilər, amma mövqeyin mütləq olmalıdır. Ən qorxulu insanlar həyatda mövqeyi olmayan insanlardır, mövqeysiz insanlardır. Və bugün də 46 yaşım olacaq, bugün də yenə də ətrafımdakı olan insanlarda seçimi mövqeylərinə görə eləyirəm. Həyatda mövqe çox önəmlidir. İnsanın mövqeyindən asılı olaraq siz onun necə bir insan olduğunu bilə bilərsiniz. O qədər sevirəm o hədisi. Qarışqa yanğına su aparanda, səhv eləmirəmsə, Həzrət Əli ondan soruşur ki, bəli, ki, axı sən bu su ilə o yanğına deyir, ən azından tərəfimi bəlli eləyirəm, mövqeyimi bildirirəm. Bax, ona görə də həyatda ən qorxulu insanlar mövqeysiz insanlardır və seçimimizi eləyəndə də gərək ətrafımıza elə insanları yığaq ki, onların mövqeyi olsun və özümüzdə, bilirsiniz, artıq siz də, mən də, biz elə bir yaş həddinə gəlmişik ki, mövqeysiz qala bilmərik, Səxavət bəy. Mən bir şey anladım bu həyatda. Əgər sən kiminsə hansısa bir dönəmində və hansısa bir, belə deyim, situasiyasında mövqeysiz qalmısansa, bir gün sənə qarşıda mövqeysiz qalacaqlar. Siz ümumiyyətlə mediadan, mətbuatdan uzaq insansınız. Yəni bu gün internetdə axtarış etsək, hansı ki etdim sizinlə bağlı, çox az sayda, yəni 1-2 sizinlə bağlı yazı var. Sosial mediada ümumiyyətlə yoxsuz deyəsən, istifadə etmirsiniz. Bu haqda danışacağıq. Ona görə, yəni sizin haqqınızda məlumat çox azdır, müsahibələriniz çox azdır. Bir müsahibənizi oxumuşdum. Demişsiniz ki, sizin adınızı atanız qoyub, onun ən sevdiyi isim idi, Sevinç ismi. Hətta belə bir şey olub, deyəsən, oğlan olsa belə ismi Sevinç olacaq. Bəli, deyilmiş ki, oğlan da olsa, qız da olsa fərq etmir, onun adı Sevinç olacaq. 97-2000-ci illərdə Sirus Təbrizli Azərbaycanın İnformasiya və Mətbuat Naziri idi. Yəni siz bir nazir qızı idiniz həmin dövrdə. O hisslər nə hisslər idi? Yəni bir nazir qızı olmaq hansı məsuliyyətləri var idi və hansı benefitləri də var idi bunun eyni anda?
Mənim atamın özəlliklərindən biri o idi ki, onu yaxın çevirə də bilir. Yəni heç bir zaman, yəni baxmayaraq ki, hansı vəzifəni tutmağından asılı olmayaraq, bu insan dəyişmir və dəyişmədi də. 94-də seçkilər oldu, birinci çağırış millət vəkili seçildi. Yeni Azərbaycan Partiyasını bilirsiniz zaten bunu, yəni demək artıqdır. Qurucularından biri və adını qoymuşdu. Ona Yeni Azərbaycan Hı hı. Partiyasının Dədə Qorqudu deyirdilər. Yapın Dədə Qorqudu. Çünki adını o vermişdi. Hətta partiya biletlərində də 001 nömrəli partiya bileti Heydər Əliyev dəydi rəhmətli. 002 mərhum mənim atamdaydı. Və deməli partiyada da onun sədr müavini idi. Ümumiyyətcə o vaxtki o 91-lər onlar Azərbaycanın qızıl fondudur. Ola bilər ki, indi bəzi şeylər tarix getdikcə bəlkə yaddan çıxır, bəlkə nə, amma zaman gələcək, bilirsiniz, o kişilər çox böyük işlər görüblər. Çox böyük, onu unutmaq olmaz. Ona görə də, yəni Allah o ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Həqiqətən də o dövrdə o partiyada, ümumiyyətcə Heydər Əliyevin ətrafında çox güclü simalar, güclü şəxsiyyətlər toplanmışdı. Nazir təyin olunanda ilk axşam evə gələndə otuzdurdu məni, Arzunu. Təbii ki, anamla öz aralarında indi daha onlar dərin söhbətlər edirdilər. Dedi, baxın, Nazir məni təyin eləyiblər, sizi yox. İlk bizə dediyi söz bu oldu. Hə. Və sabahlarım, və mən də onda 11-ci sinifdə oxuyurdum, sentyabr ayıydı, payız ayları idi, yenə də deyirəm, tarixlərdə ola bilər, səhv eləyə bilərəm. Mənə dedi Arzu ilə ki, Nazir məni təyin eləyiblər, siz sabah məktəbə gedəndə də, həmən o məktəbə daxil olanda, dünən necə daxil olmusunuzsa, sabah da, bugün necə daxil olmuşsa, sabah da elə daxil olacaqsınız. Sabah da dünən necə daxil olmuşdursa, yəni o gündə o cür daxil olacaqsınız. Sizin həyatınızda heç nə dəyişmir. O özü evdə yox idi, televizorda əmri oxundu ASTV-dən. Yəni bizim heç nədən xəbərimiz yoxdur. Yəni mən bacımı, mən özümü nəzərdə tuturam. Və ilk dediyi bizə bax uyarı bu oldu. Düzdür, mən sizə tam səmimi etiraf eləyim. Bilirsiniz, bəlli bir vəzifəyə təyinat alanda sən istədin də istəmədin də sənin həyatında bəzi dəyişikliklər olur. Təbii ki. Çünki artıq sən dəyişməsən də sənin statusun dəyişib. Yəni ki, sənə artıq kənardan ətrafdakılar dəyişir və bəlkə ətrafdakıların münasibəti də var, bəli. Orada da bilirsiniz, orada da artıq sən səmimiyyəti sezə bilirsən. Səmimi insan dünənki sevinclə bugünkü sevinc arasında onun üçün fərq olmur. O yenə səndən səmimidir. Qeyri-səmimi, istifadəçi, mənfəətçi, təbii ki, sənə artıq statusuna görə başlayır yaxınlaşmağa. Ki, artıq bu Nazirin qızı sevincdir. Mən danışığıma, rəftarıma. Amma bir şey də var ki, təbii ki, artıq o statusdan asılı olaraq sən artıq başqa çevrələrdə başlayırsan oturub durmağa və istər-istəməz sənin çevrən dəyişir. Və burada baxın, ən önəmli məqam burada gəlir. Bu böyük bir sınaqdır. İnsan üçün çox böyük sınaqdır. O mənim çox xoşum gəlir. Deyir, надо пройти огонь, воду и медные трубы. Bax, bu medные трубы, fanfarı. Ən çətini budur. Sənə olunan o münasibətdən asılı olmayaraq, sən öz kimliyini necə qoruyub saxlayacaqsan? Sən də uyacaqsanmı o abu-havaya? Dəyişəcəksənmi? Sadəliyi itirəcəksənmi? İnsanlığı itirəcəksənmi? Düzdür, yenə də, yəni ki, bizi tanıyanlar bilir. Biz çox sadə insanlar, sadə bir ailə olmuşuq. Amma yenə də mən özümdə oturub bugünkü sevinc olaraq, keçmişimə rakus eləyəndə, özümə suallar verəndə, mən deyirəm ki, keşke filan şeyi də eləməzdim, keşke onu da eləməzdim, keşke bunu da eləməzdim. O qədər keşkelər var ki, Səxavət bəy. Və bugün mən çox xoşbəxtəm ki, mən həyatımda o keşkeləri görə bilirəm və onlara ən azından çalışıram ki, düzgün analiz eləyim və necə sizə deyim, təkəbbürsüz və
obyektiv olaraq öz hərəkətlərimə qiymət verim. O çox önəmlidir. 97-ci illər o 2000 2000-in 2002-yə qədər səhv eləmirəmsə 2003-ə qədər o nazirlik fəaliyyət göstərdi. O statusda olmaq təbii ki, həyatında sənin çox şey dəyişir. Sənə bir çox yerdə yaşıl işıqdır. Yəni bunları etiraf eləmək lazımdır. Onu sən istədin də, istəmədin də bu prioritetlərdir. Sənin artıq bəlli bir imtiyazların olur. Bu cəmiyyətin tələbi budur, başa düşürsüz. Məsələn, mən indi hərdən düşünürəm ki, indiki bu imanım olsaydı, mən məsələn bəzi yerlərdə mənə göstərilən bəzi imtiyazlardan imtina eləyərdim. İndi eləyərdim imtina. Amma o vaxt eləyə bilmirdim. O vaxtda görükür nəfsani, hələ o qədər güclü deyil idim. Əlbəttə ki, o situasiyanın, o belə deyim, düşdüyün yaşayış tərzinin cazibəsi səni üstələyir. Yəni insanıq, başa düşürsüz, o insani keyfiyyətlərimiz var, hisslər var. Amma bugün məsələn deyirəm ki, bax filan situasiyaları bir də yaşasaydım, mən başqa cür hərəkət eləyərdim. Məslək seçimimi mən eləməmişəm həyatda. Belə deyim də, bizdə bir avtoritar ata var idi. Ona görə, yəni bəli, mənim rəhmətli atam, onun belə deyim də çox müsbət keyfiyyətləri ilə yanaşı bəzi məsələlərdə var idi ki, bizim heç bir şeydə seçim hüququmuz olmayıbdı. Xüsusən də peşə seçimində, həyat yoldaşı seçimində, yəni elə şeylərdə o dominant idi. Yəni ki, biz onun dediyinə qulaq asmalıydıq. Və o dövrdə mənim içimdə hər zaman, mən etiraf eləmişəm, bunu hamı da bilir, mən heç bir zaman həkim olmaq istəməmişəm. Mənim arzum, mənim belə deyim, özümlə bağlı düşüncəm jurnalistika idi. Mən jurnalist olmaq istəyirdim, Səxavət bəy. Və siz inanmazsınız, həmən dövrdə mənim həmyaşıtlarımın baxdığı verilişlər bir başqa. Mən Vladislav Listev, yadınızda VIT telekompaniya, onlar başladılar, Vzglyad, onların bir qruppası, Lyubimov, Zaxarov, mən onlara baxırdım, siz inanırsınız, Nevzorov, yəni mənim üçün yəni o qədər o maraqlı idi. Mən ümumiyyətcə Vladislav Listevi özümə bir kult eləmişdim. O rəhmətə gedəndə mən bir həftə özümə gəlməmişəm. O qədər pis təsir eləmişdi ki, bədə onun ölümü. Artıq 9-cu sinifi bitirəndən sonra 10-cu sinifdəki hazırlaşmaq lazım idi. Mənim atam mənə dedi ki, jurnalistika mən hesab eləyirəm ki, yəni ki, sənin üçün aktual bir sahə deyil. Yəni sənin üçün. İndi hər atanın öz övladı ilə bağlı bir arzusu var. Baxmayaraq ki, özü jurnalist olubdu. Mən hesab eləyirəm ki, sən həkim olmalısan. Və təbii ki, onun dediyinin üstünə bir sözün üstünə söz gətirə bilməzdi. Mən başladım Tibb Universitetinə hazırlaşmağa. Tibb Universitetində təhsil aldığım dönəmdə demək o vaxtı Azərbaycanda plastik və estetik cərrahiyyə deyə bir məhfum yox idi. Da var idi üst çənə cərrahiyyəsi, rekonstruktiv cərrahiyyə var idi, yəni eləyənlər. Amma sırf estetik cərrah, plastik cərrahiyyə, yəni bu adla fəaliyyət göstərən insanlar yox idi. Mən də fikirləşdim ki, yaxşı, əgər mən artıq Tibb Universitetindəyəmsə, mən plastik cərrah olacağam. Yəni baxırdım o vaxt televizorda falan, Gürcüstanda xüsusən bu çox dəb idi. O vaxtda gedirdilər burun əməliyyatlarına, Gürcüstanda əməliyyat olunurdular. Elə oldu ki, mən Tibb Universitetini bitirəndə mənim müəllimim Vaqif Qələndərli Azərbaycana gəldi Türkiyədən və deyirəm də həyatda təsadüflər yoxdur. Demək ki, görürsünüz, mən 6 il əvvəl arzulayanda mən heç bilmirdim ki, Vaqif Qələndərli kimi bir cərrah, gələcək, Azərbaycanlı, Azərbaycanda başlayacaq bu sahə. Demək ki, qismətimdə var imiş Səxavət bəy. Və mən Vaqif Qələndərlinin yanında əvvəl assistenti kimi, demək internalı da orada keçdim və sonradan başladım onun yanında artıq bu peşənin dərinliklərini öyrənməyə. Vaqif müəllim mənim müəllimim olubdu və heç vaxtda mən onun mənə elədiyi yaxşılıqları itirmirəm.
Mənim atam hər zaman deyirdi ki, insan heç vaxtı nəinki, ümumiyyətcə heç bir yaxşılığı itirməz. İlk mənim əlimə, yəni ilk əlimə skalpeli Surxay Hadiyev veribdi, mən subordinatura vaxtı olanda. Sonradan Vaqif müəllim verib. Ona görə mən hər zaman minnətdaram onlara. Başladım Vaqif müəllimlə işləməyə və o dövrdə də inanırsınız mən o qədər o sahəyə, o işə bağlandım ki, mən hesab eləyirdim ki, mən bir gün əməliyyatxanaya girməsəm, mənim artıq həyatım dayanacaq. Yəni ki, belə deyim də, mənim həyatım əməliyyatxanadan əməliyyatxanaya, əməliyyatdan əməliyyata o qədər sevirdim işimi. O qədər dəqiq, yəni işimin vurğunuydum həqiqətən. Sonradan bir dövr oldu, belə bir şans oldu. Mən 3 ay Almaniyaya getdim işləməyə, rotasiyaya. O vaxtı Berlində bizim Səhiyyə Nazirliyinin təşkil elədiyi bir elə bil proqram idi, iki tərəfli. Biz ora məzun olduq və 3 ay mən orada işlədim. Və orada mənim supervizorum Yahudi əsilli İtalyanlı idi, amma Almaniyada fəaliyyət göstərirdi. Siz inanırsınız, mən Almaniyada işləməyə başlayanda Berlində mən başa düşdüm ki, yəni biz burada başqa bir rejimdən işləyirdik, non-stop. Və mənə elə gəlirdi ki, elə doğru olan da budur. Yəni ki, cərrah elə girdi səhər əməliyyata, bir də axşam çıxmalıdır. Səxavət bəy, mən gəldim və mən o 3 ayda başa düşdüm ki, ilk növbədə, yəni o insan işi ilə və həyatdan zövq almağı bir yerdə tənzimləyə bilərmiş. Baxın, bizim cəmiyyətin indi də çatışmayan cəhətlərindən biri odur ki, biz işə o qədər alüdə oluruq ki, biz həyatın nə olduğunu unuduruq, həyatın getdiyini unuduruq. Hər gün onun o sayğacı yazır, o dayanmır. Paralel olaraq o da gedir. Və bugünkü sənin, məsələn, 10 il əvvəl sənin həyatdan aldığın zövq 10 ildən sonra ilə eyni olmur. Və əlbəttə o anda o zövqü də yaşamaq lazımdır. Yəni, yaradan sənə bunu verirsə, yaradan sənə bu şansı nəsib eləyirsə, sən ondan mütləq istifadə eləməlisən. Bəli, mən hər zaman övladlarıma da deyirəm, insan işləməlidir, amma belə bir mütləq meyar deyil ki, insan özünün üzərindən böyük bir xaç işarəsi çəkib, ancaq işləməlidir. Belə bir meyar yoxdur. Mən orada nəyi gördüm? Deməli, Alman dəqiqliyi. Səhər saat 8-də kəsik, yəni 7-də biz artıq əməliyyatxanada olurduq, 8-də kəsik aparılırdı. 4-ə qədər bütün ambulator daxil olmaqla bütün əməliyyatlar bitirdi və 4-dən sonra, axı mən burada başqa bir rejimdəyəm, biz burada Vaqif müəllim səhər girirdi əməliyyatxanaya, bir də axşam çıxırdı. Yəni o dövrdə özdə belə deyim də Vaqif müəllim hələ tək idi. Bu qədər cərrah yox idi Azərbaycanda. Periferiya, hər yer ona müraciət eləyirdi. Mən başa düşürəm, xəstə axınıdır, amma yenə də. Və mən təbii ki, məndə maraq doğurdu. Mən yaxınlaşdım, soruşdum ki, bəs 4-dən indi biz neyniyək? Mən öyrəşmişəm axı, ümumi narkozla bizim əməliyyatlarımız bitirdi, sonra ambulatorlar, sarğılar, nə, yəni biz axşama qədər boş vaxtımız olmur. Dedi ki, necə yəni neyniyəcəksən? Gedəcəksən idman zalına. Bu mənə bunu deyəndə mənə biraz qəribə gəldi. Mən əslində idmanla uşaqlıqda çox məşğul olurdum, amma iş fəaliyyətimdə mümkün deyildi, vaxtım olmurdu idmana getməyə. Belə bildim, zarafat eləyir. Dedi ki, yox, saat 4-dən sonra, yəni 5-də sən artıq idman zalında olmalısan və hər gün idmana getməlisən. Bu, bir plastik cərrahın həyatının bir, belə deyim, kredosudur. Bu artıq sənin həyat tərzindir. Sən bunu mütləq günlük planıva salmalısan. İdman mütləqdir. Doğrudan da Səxavət bəy, mən 3 ayda çıxırdım oradan, əməliyyatlar bitirdi. Özdə mən Şərqi Berlin tərəfdə yaşayırdım. Yəni ki, işlədiyim klinika ilə yaşadığım yer arasında 2 saat yarım
transport, yəni nəqliyyat vasitəsi ilə getmək lazım idi. Bütün bunlara rağmen mən gedirdim idman zalına və inanmazsınız o 3 ay mən tamamən həm əqli olaraq, həm fiziki olaraq, həm mənəvi olaraq çox qəribə bir içimdə çevriliş oldu. 29 yaşım var idi o vaxt mənim. Yəni mən o anda başa düşdüm ki, biz bəzən deyirik bu inkişaf etmiş cəmiyyətlər, bunların bu cəmiyyətlərdə fəaliyyət göstərən və siz də indi Amerikada yaşayırsınız, görürsünüz. Bu insanlar, xüsusən mən öz cəmiyyəmdən, mən həkim cəmiyyəsindən danışıram. Onlar doğrudan da yaşamaqla işləməyi ikisini də tənzimləyə bilirlər. Onlar o balansı, dəngəni saxlaya. Dəngə çox önəmlidir həyatda. Söhbətimiz elə bu məqamda klinikadan, həkimlikdən, cərrahlıqdan, plastik cərrahlıqdan düşsə, bunu mütləq sizdən soruşmaq istəyirəm. Bayaq qeyd elədiniz ki, siz artıq işləmirsiniz, yəni həkim, cərrah kimi fəaliyyət göstərmirsiniz, amma klinikanız, bəli, onu bilmək istəyirəm ki, nə baş verdi ki, yəni birdən-birə sevdiyiniz işi dayandırdınız? Həmişə Allahıma o qədər dua edirəm, o qədər şükür eləyirəm ki, mənim o hansı istəklərim olubsa, Allah Taala onları gerçəkləşdirməyə mənə vasitə veribdi və mənə o şansı veribdi. Mən inanırsınız, siz estetikaya gəlib görmüşdünüz də o klinikanı, oranın dizaynını, interyerini, o qədər. Biz o vaxtı, mənim orada bir şərikim də var idi, Leyla xanım, o kosmetoloqdur, mən plastik cərrah. Biz elə bir ki, iki axarın bir simbiozunu yaratmışdıq. Və çox maraqlı da bir konsept idi və o dönəm üçün Azərbaycanda ən uğurlu proyektlərdən biri idi, bəlkə də birincisi idi. Elə bir klinika yox idi. Biz ora belə deyək, ürəyimizi qoymuşduq, başa düşürsünüz, hər şeyini. Mənim arzum idi ki, mən öz klinikamı qurum. Klinikanı da qurdum. Nəyə gəlirəm? Əməliyyatlarımı da eləyirdim, nə cihaz çıxırdı. Bir də bilsiz, o dönəmin işləmək ləzzəti də bir başqa idi. Sağlam rəqabət var idi, dəyər var idi, yağla şorun dəyəri eyni deyil idi, başa düşürsünüz. Konqreslara gedirdin, sən metrlarla bir yerdə otururdun, yəni adamda bir həvəs yaranırdı, bir motivasiya yaranırdı, özün özünü gəlişdirirdin. Get-gedə ən birinci mənim üçün o red flag deyirləri, qırmızı bayraq. Konqreslərin biri təşkil olunmuşdu Bakıda, düzdür, anti-age, daha çox kosmetoloji konqresi idi, amma ki, məni də dəvət eləmişdilər plastik cərrah kimi və biz təbii ki, orada indi o dövr üçün bir sözünü demiş həkimlər kimi, indi orada bir protokol var da, yəni oturuş, hərkənd ki, mən heç vaxt elə şeylərə o qədər odaqlanan adam olmamışam, amma indi o subordinasiya məsələsi ki, indi bu neçə illər bu işdə məşğul olan həkimlərlə, mən orada baxdım ki, təsəvvür eləyin ki, mənim şərikim, biznes şərikim, Leyla xanım, o Azərbaycanın aparıcı kosmetoloqlarından biridir, indi də. İndi çoxdur o sahədə, çox gözəl həkimlər. O vaxtda o barmaqla sayılanlardan biri idi. Və onun yanına gələn, belə deyim, pasiyent kimi gələn xanım konqresdə Leyla ilə yan-yana demək olar ki, oturubdu. Haçan bu getdi həkim oldu, haçan bu öyrəndi, başa düşürsünüz? Yəni ki, 2 həftə bundan qabaq mən həmən xanımı Leyla xanımın yanında bir pasiyent kimi görmüşdüm də və bilirdim ki, işləmir. Mən onda Leylaya dedim ki, Leyla, bu sahə artıq öz aktuallığını itirir. Əsas o nöqtəyə gəlmək istəyirəm. 2019-cu ildə mənə hac ziyarəti nəsib oldu. Allah keçsin günahımdan, mən nə onun arzusunda olmamışdım o dönəmə qədər, nə ümumiyyətcə o ziyarətin dərinliklərini bilmirdim, onun fəlsəfəsini bilmirdim. Özümə görə deyə bilərəm ki, sırf özümə görə mən düşünürdüm ki, bu çox böyük bir məsuliyyətdir və bu məni aşır. Yəni, mən buna hazır deyiləm. Mən düşünürdüm ki, ora getmək üçün sən ora layiq olmalısan. Heç bir insanın yanında, heç bir yerdə özümü bu qədər güvəndə və bu qədər rahat hiss eləməmişdim. Və o gün, o ilk tavafımda, orada həmən o ritual tavafla başlayır. 7 dəfə sən o Kəbə evinin ətrafını saat əqrəbinin əksi istiqamətində dövr eləyirsən. Onun özünün də çox dərin
fəlsəfi mənaları var. Mən çox uzun-uzadı danışmaq istəmirəm, amma məsləhət görürəm onları araşdırsınlar insanlar. Və mən artıq tavafı bitirəndə mənim işimdə qəribə bir hal dəyişikliyi var idi. İnanın bunu mənə, siz məni tanıyırsınız, mən nə fanatik adam deyiləm, nə dindar adam deyiləm, özümü də heç vaxt o zümrəyə belə deyim, şamil eləməmişəm. Amma bu yaradan sevgisi, bu Allahın evi, bu Allahı tanımaq, bunun sənin içivə saldığı bu his, bu başqa bir şeydir. Və Ərəfə günü, Ərəfə dağında, o dağı sən ziyarət eləməsən, sən hacı sayılmırsan. Mən içimdə Səxavət bəy çox böyük suallarla getmişdim. Çünki daim özümlə bir dialoqum var idi ki, mən nələri düz eləmirəm. Mən zaten bilirdim ki, mən nələrisə həyatda düz eləmirəm. Elə bil ki, siz necə hiss eləyirdim ki, bu forma hansının ki içində mən, bu elə bil mənim deyil, mən səhv bir qəlbin içindəyəm. Və o his var idi mənim içimdə. Çox qəribə, hardan gəldi o his düşdü. Mən artıq 2019-da suallarla getmişdim beynimdə. Orada dağda bir türk hocalardan biri söhbət əsnasında sual verdi mənə ki, doktor hanım, sizin məsləyiniz nədir? Mən dedim ki, bəs mən cərrahım. Dedi, hansı branşda? Dedim, plastik cərrahiyyə, estetik. Dedi ki, o məsləyinizlə çox diqqətli olun. Allahın yaratdığına qarşı gidiyorsunuz. Mən də sual verdim ona ki, axı rekonstruktiv tərəfi də var bu işin. Bərpa, çocuklar doğulur, dünyaya gəlir qüsurlarla. Onları dedi kıyaslama və paranı nədən kazanırsan? Dedim, estetik əməliyyatlardan. Dedi, senin için məsələ bitmiştir. Sonra da həmən o Xatirə xala dediyim bizim hoca Qurandan bir ayə oxudu. Elə bil ki, mən artıq o düşüncə ilə gəlib oturmuşdum. Mən bir Xatirə xala onu hardan hiss elədi? O Qurandan, elə bil o beynimdə o fikir var idi. O Qurandan o Səxavət bəy, mənim bütün içimdə qəribə bir katarsisdə, yəni artıq gedən sevinclə, artıq qaydan 2 dənə fərqli insandı. Mən oradan qayıtdım 2019-un avqust ayı. 2020-də pandemiya, bizim iş zaten artıq, yəni bilirsiniz də, qapanmalar, nələr. Və 2020-nin də sentyabrında 2-ci Qarabağ müharibəsi, bütün bu şeylər ard-ardı və o Qarabağ müharibəsi dönəmində bilirsiniz, o günlər, o 44 gün bizim milli kimliyimizi bizə geri qaytardı. Və o günlərdə yaşadığımız hisslər, Şuşa alınan günü xəbərini eşidəndə keçirdiyimiz hisslər, onlar olmayacaq bir də. Onlara dəyər vermək lazımdır. Heç bir uğur, maddi uğur, heç bir hansısa şəxsi uğur, o sənin milli kimliyin qədər, sənə qürur verici hiss qədər eyni ola bilməz. O başqa bir şeydir. Mənim əlimdən nə gəlir? Mən hərbi cərrah deyiləm. Mən o vaxtı bizim Mahir Əliyev var, aparıcı plastik rekonstruktiv cərrahımız, Gülhanə məzunudur. Mükəmməl, yəni hərbi cərrahiyyəni bilən adamdır. Mən ondan zəng vurdum, xahiş elədim ki, Mahir, mən olar gəlim sənə assistentlik eləyim. Mənim başqa əlimdən heç nə gəlmir. Dedi ki, o nə sözdür? Əlbəttə. Mən getdim, Mahirə başladım kömək eləməyə. Mən xəcalət çəkirdim. Mən o əskərlərin qabağında və yaxud da o cəhbədə olanların, mən xəcalət kimi utanırdım ki, onlar orada, onlar da bizim kimi, yəni ki, nə üçün o özündə, o əzmi, o gücü, onu tapıb, amma ki, biz onu tapa bilmirik, başa düşürsünüz? Ona görə ən azından bacardığım qədər çalışdım ki, mən də nəsə eləyim və bunu niyə danışıram? Bir gün o Mahirin əməliyyatlarından qayıdıb gəlmişəm öz klinikama. Siz də görmüşdünüz də, bizim klinika çox lüks bir klinikaydı. Yəni istər eksteriyeri, interyeri və ora gələn təbəqədə biraz başqa təbəqədir də indi.
Mən çox belə, yəni o frekansdayam, o gördüklərim, o travmatik amputasiyalar, o qopmuş ayaqlar, əllər, o eybəcər üzlər, o cavan uşaqlar. Mən anayam, başa düşürsüz, mənim də oğlanlarım var. Mənim o vaxt övladlarım təhsil alırdı. Biri balaca idi məktəbdə, biri universitetdə oxuyurdu və düşünürdüm ki, yəni bunların da, yəni bu da axı övladıdır, bu da ananın övladıdır. Bunun, amma mən həmişə indi də danışanda deyirəm ki, biz onların qabağında baş əyirəm. Və oradan o abu-hava ilə gəlib oturmuşam klinikada. Birdən baxdım ki, yanımda 2 dənə xanım oturub, tanımıram da, müştəridirlər. Orada bizdə belə fitobar kimi bir yer var idi, bilmirəm, yadınızdadır ya, yox, dietik kokteyllər falan xanımlar üçün. Və mən gözləyirəm ki, bizim cənab prezidentimiz hansı yenə alınan yüksəkliklər haqqında, siz hər gün biz onun çıxışını gözləyirdik, milli kimliyimizi geri qaytardı, o böyük bir şeydir. Və təsəvvür eləyin ki, yanımda da bu 2 xanım oturub, mən də baxıram, gözləyirəm ki, indi yeni hansı bir xəbəri, birdən eşidirəm bu dialoqu. Deməli, biri o birinə deyir ki, mən səhər yuxudan duranda mənim qaşım, mənim xoşuma gəlmədi, qaşlarım. O birisi də deyir ki, mənim də hiss edirəm ki, elə bil dodağım biraz, yəni ölçüsü get-gedə biraz həcm vermək istəyirəm. Səxavət bəy, mən bax eyni ilə belə əllərimi qoydum başıma, öz-özümə dedim ki, mən bəlkə nəsə yanlış eşitdim. Bir də baxdım, gördüm, yox, yanlış deyil. Və mən öz-özümə sual verdim ki, dedim, ay Allah, görəsən, nə baş verməlidir ki, insan bu dünyasından qopsun. Yəni bu görkəm bu qədərmi önəmlidir? Yəni hər şeydən öndə bilirsiniz, mən niyə görə o hacıda da gedəndə o suallar var idi içimdə. 24-7 ancaq zahiri görkəm haqqında düşünülən yerdə mən artıq regresə uğrayırdım, başa düşürdünüz? Mən şəxsiyyət kimi hiss edirdim ki, mənim içimdə böyük bir regres gedir. Ancaq görkəm, ancaq gözəllik, ancaq zahiri görkəm, ancaq məzmun heç kimi önəmli deyil. Görkəm. Bu artıq mənə çox əziyyət verirdi, çox daxili bir əziyyət verirdi. Bir daha mənə siqnal gəldi ki, sənin missiyan bu sahədə, burada artıq bu görəv bitir. Bura qədər idi. Və bitirdiniz. 2022-ci ildə mən gəldim və şərikimə dedim ki, Leyla, mən gedirəm. Artıq bizimki bu qədər, biz səndən çox gözəl iş gördük. Mən bu işin gedişatından zövq aldım. Mən bu klinikanı yaratmaqdan zövq aldım. Mən bu kollektivdən zövq aldım. Bizim çox gözəl kollektivimiz var. İndi də o klinika mənim bir evimdir, bir parçamdır. Çünki ora mən ürəyimi qoymuşam. Bu söhbətimiz mən düşünürəm ki, nə qədər insanlar üçün faydalı və maraqlı söhbət olacaq. Əslində bir estetik cərrahın verdiyi xeyli mesaj var idi bu söhbətdə. Mən sizə təşəkkür edirəm ki, vaxt ayırdınız. Bu həftə sonudur. Mən təşəkkür edirəm Səxavət bəy. Biz yenə görüşəcəyik onda. Çox sağ olun. Biz bu mövzunu davam etdirəcəyik. Mənim o qədər sizə vermədiyim suallar var xüsusilə də. Yəni onları saxlayıram növbəti bir podkastda. Sizə çox təşəkkür edirəm. Uğurlar arzu edirəm sizə işlərinizdə. Sağ olun. Özünüzə yaxşı baxın. Əziz və dəyərli izləyicilər, çox sağ olun ki, izləyirsiniz və hər epizodda sayımız biraz daha artır və düşünürəm ki, bu epizodu da sevgi ilə qarşılayacaqsınız. Kommentlər bölümündə, şərhlər bölümündə fikirlərinizi yazın və növbəti podkastlərdə görüşərik. Təşəkkürlər.